Başladıq. Salam hər kəsə. Başlayaq da. Round 2. Deməli, burada nə edir? Daş, kağız, qayçı oynayırlar. Bu birinci oyun üçün movlardır, bu ikinci oyun üçün movlardır. İndi biz paşa üçün hər roundda hansı gediş eləməsinin daha yaxşı olacağını bilmək istəyirik. Yəni, paşa bunların oyunlarını bilir, özü oynatmaq istəyir. İndi bu R daşdır, S qayçıdır. Daş var, qayçı var. Və paşa bu raundda qalib çıxmaq istəyir. Yəni, heç olmasa bir xal almaq istəyir. Və bunun üçün də əslində ya R-nı ya da S-nı üstələyən bir şey versə, okeydir. Yəni, burada R-nı üstələyən kağız da versə okeydir, P da versə okeydir. Burada P-dır, S-dır. Bu ikisini ilə birini versə, bir də fikirləşim. Yəni, ya P-ni ya da S-nı üstələyən bir şey versə okeydir. Yəni, buradan da bir xal alır. Hər yerişdə onsuz da ancaq bir xal ala bilərdi. Onsuz özünün maksimum olması lazımdır. P var, R var, R var, bu da P olacaq. Okey. Ona yeni bir proje yaradaq. Aha, heç şey də yoxdur. Prosta birbaşa LLM-sinin simgesiniz bir hətta SPLSC. Deməli, biz nə edirik? For int i bərabərdir 0, i belə mi edirik? Yəni, veririk. X-idir n, hətta i++. If s burada birə baxmaq kifayətdir. Biz bir xal alsaq bəsdir də. S2-yə ehtiyac yoxdur. S1 i bərabərdirsə R daşdırsa biz Cout P, yəni paper boş yoxdur. Else if S1 i bərabərdirsə P, yəni paper ise bizə qaysı lazımdır. Else da Cout prosta error olsun da, yəni daş çıxışa versin. Yəni, məncə bu kod işləməlidir. Hər roundda qaliblər siyahısında olacaqmı? Amma burada problem nə ola bilər? Əgər ola bilər ki, bu birini indi burada problem var, o gördüm. Məsələn, bu bir həmlə eləyər, amma o biri oyuncu bundan ikisini də üstələyər. Orada problem çıxar. Ona biz hər oyuncuya baxmalıyıq. Bu taktika səhv işləyir. Onda biz nə edə bilərik? Əgər baxırıq ki, bu oyun bir oyuncu digərini udursa, onda biz o udan oyuncunun həmləsini eləyək ki, biz də udan olaq. Və əgər bu iki oyuncu
eyni daş verə bilərsə, biz o iki daşdan hər hansı birini udanın çıxışa verə bilərik. Deyirik ki, if S1-in iynincisi bərabərdirsə S2-nin iynincinə, if deyirik ki, S1 bərabərdirsə P-yə, yəni kağızdırsa siyahut qayçı verək. Yəni biz ikisini udacaq. Else if S1-in iynincisi bərabərdirsə qayçı, biz onda nə verək? Qayçıdırsa daş verməliyik. Biz ikisini udacaq. S yahut deməli daşdır, biz də P verməliyik kağız. Else deyirik. Bunlar bərabərdirsə biz bunların hər hansı birini udanlıq çıxışa verməliyik. Əgər bunların biri digərini udursa, yəni if deyirik ki, S1 bərabərdirsə daş and S2 bərabərdirsə, məsələn, daş nə udur? Qayçını. Siyahut sadəcə biz də qayçını udaq da. Else if, yəni bunların yerini də dəyişə bilərik. S1 budur, S2 budur. Ctrl C, Ctrl V. S2 daşdır. S1'in iynincisi qayçıdır. Eyni məsələ siyahut H. Else if deyirik. S1 bərabərdirsə daş qayçını udur. Qayçı kağızıdır. Biz də deməli qayçı deməliyik. Böyük hərflərlə. Eyni şəkildə bunu kopyalayaq. Ctrl C, Ctrl V. Bunların biri fərq yoxdur irəliləşməsin. Else deyirik. Bunu if nə yazaq? Aydın olsun. S1 bərabərdirsə deməli paper, yəni kağız, and S2 bərabərdirsə daş, siyahut bizə kağız verək. Yəni bu o bir sətirdə aydındır. Yəni əgər biri digərini udursa, biz udanın həmləsini edirik ki, zaten bu udur da biz də udaq. Və əgər bunlar eynidirsə, biz bunlar eynidirlərsə, biz o ikisini də udan həmlini edəcəyik və sualı belə bitəcək. Input'u alaq. Bu daşdır, bu kağızdır. Biz niyə kağız olduq? Biz S-dən S çıxartmalıydıq. Bir şeyim? Yox. Yəni S düzdür, qayçıdır. S-dən S çıxartmalıyıq. PS-dən S çıxartmalıyıq. R-dən P çıxartmalıyıq, düzdür. Kodu ataq, görək, işləyir. Program A, submit. Nədir? Qalir açıldı, niyə bilmirəm. Aha, bu alətdir, dediyim kimi. İstədiyimsə baxaq. Of. Neyiniyiblər? Məktub. Bizə 2 ədəd gizli verilib, yəni 2 ədəd bizə deyilmir də. Bu 2 ədədin cəmi və əndi verilir. Deyilir ki, bu 2 ədədin x-orunu tap. Maraqlı. Fikirləşək. 19-dur, brute force yoxdur. Yəni cəmi brute force tamarıq. Əndə brute force məntiqli yox. Biraz fikirləşək. Hər şəraitdə bu 2 vardır, razıyıqmı? Hər şəraitdə bu 2 varsa, enddir, yəni 2 dəfə 2 gəlir də bu 5-də. 2 dəfə 2 gəlir və yerdə qalan hissəndə ədədlərə necə paylamışıq da. Qəşəng. Onda belə eləyək, taktikamız belə olsun. Gecənin tam ədəd. Bunu ödəyən ədəd tapa bilərik. Necə taparıq? Bir 2 dənə ədədimiz var, elə bil.
Yəni 5 bizə nə verilib? 5 verilib, 2 verilib. Cəmi 5 olan, əndi 2 olan. Biz bilirik ki, bu 2 ədədin içində 2 biti var da. Çünki ənd 2 çıxıb. Yəni o 2 biti 2 ədəddə də var. Yəni A da böyük bərabərdir 2, B də böyük bərabərdir 2. Yəni A da B də böyük bərabərdir 2 və cəmləri 5-dir. Deməli o geri qalan 1-də, yəni bunların hər hansı birinə əd etməliyik də. Yəni ya A bərabərdir 3, B bərabərdir 2, ya da tam tərsi. Yəni bu ödəyir məsələn. Deməli bu ödəyir. Elə bizə cavabını verib 3 2 3 2-nin XOR-da 1-dir. Yəni bu XOR-un unikliyini isbat etməyi bilmirəm lazımdır ya yox, amma biz bu taktika ilə məncə edə bilərik. Məsələn, fərqli bir şey fikirləşək. Bizə versəydi ki, məsələn, ədədlər başlanğıcda belə olsun. 1 və 3 olsun. 1 və 3-ün cəmi 4-dür, XOR-ları 1-dir. Deməli, A ədədi deyəcəyik ki, böyük bərabərdir 1, B ədədi böyük bərabərdir 1. Onda 1 1, 1 ilə 1-in cəmi 2 ədədi, amma yerdə 2 qaldı. 2-ni 2 ədədi paylamalıyıq. 1 1 olaraq paylaya bilmərik məntiqən, yəni yerdə qalan bitlərlə paylamalıyıq da. Deməli 2 biti ilə paylayacaq da sadəcə. Yəqin ki, uniqdə, amma uniqliyin isbatına bir dəqiqə ehtiyac yoxdur. Yəni deyirik ki, elə deməli S1-də AND-də nə etdirək? T götürək. Sinus T deməli LA bərabərdir T, B bərabərdir T, T'dən başlayırıq. S minus bərabərdir 2 over T. İndi S-in içində olan bitləri T-də olmadan ədədlərə əlavə edirik. Baxaq. For deyirəm, int i bərabərdir. Ən uzaq 30-dur, 29-dan başlayaq kifayətdir. Bərabərdir 0, i minus minus. Nə yoxlayıram? Əgər if S 1 üstü i, yəni 2 üstü i kiçik bərabərdirsə S-dən, mən nə deyəcəm? Əgər 2 üstü i-ni 2 üstü i T'də varsa, mən bunu işlədə bilmərəm də, razı. 2 üstü T'də varsa, mən bunu işlədə bilmərəm. If deyirəm, ümumiyyətlə, başlanğıcda məncə bunu yoxlamağa dəyər. If 1 üstü i and T deməli, T'də yoxdur. S-də varsa, yoxlayıram. If 1 üstü 2 üstü i plus 1. Aha. Bu kiçik bərabərdirsə S-dən elə nə oldu? S minus bərabərdir 1 üstündür. Mən 1 üstü deyirəm bunu həmişə. Bunu çıxıram. A plus bərabərdir 1 üstü i, B plus bərabərdir 1 üstü i. Yəni ki, biz burada nə yaşadıq? Məsələn, o 4-dən 1-də T-ni 1 olanda. A-nın da B-nin də içində 1 biti var da. Biz deməli 4-dən gələcəyik, 4-ü azaldıb 2 elədik də artıq. Yəni 2 dənə T-ni çıxdıq. Bu 2-ni artıq paylamalıyıq. 1 bitini işlədə bilmərik. Böyükdən gəlirik aşağıya 2. 2 bitində baxıram. 2 bitində baxıram ki, yox, bunda o problemi yaşamırıq. O problemi nədə yaşayırıq? Məsələn, bir dəqiqə fikirləşim. Yəni böyük bir biti işlətmirik, amma o böyük bitin əvəzinə balaca biti ikisinə paylayırıq. 5 və 3-də yaşayarıq məncə. Yox. 5 və A-nı 5 B-ni üst götürsək 8. Orları 1 4 1. 2-dən 2-də 1-dən böyüdür. Deməli biz burada 6-nı paylamalıyıq. 6-nı paylamalıyıq. Biz hansı biti içinə də əlavə edirikmi? Hə, ikisinə də əlavə etmirik, düzdür. Çünki ikisinə də əlavə etsək, zaten bu T-nin içində olar, B-nin içində olardı da. Yəni T-nin içində olardı. Yəni biz bu biti birinə əlavə eləməliyik, exactly birinə. Aha, indi başa düşdüm, düzdür. Onda if deyirik, 1 üstü, yəni 2 qatı bundan kiçik olmaz. And S. S. Prosta A-nın üstünə əlavə edək. Bu qədər. Bir də S minus bərabərdir 1 üstü. Bu. Siyahut abi. A XOR B. Belki kurtarış. Siyahut bir də A-B'ni də sıxışa verək, görək düz işləyirmi?
long it. No problem efendim. İlk ne diye? Niye böyle problem yaşıyor bu? İlk mi götürək? İlk ölçüde problem olacaq. O probleme baxarıq. Neyse problemi həll edilmir. 5, 2, 3 nə 2? Tapış. A, XOR B'ni niye söylüyor? Ben onu tutmuş. A, XOR B. Belə mi eləyək mesela? A bərabərdir A XOR B. B yaxud da. 3'dir. Mono. 8, 2 verək. 6. Keser artık inşallah. Neyse. Bence başlayabildim. Sihirli fırsat. Aha, yazıldı gerçek. Mahmut Zeyn'i yazmış. Recording gedirə. Sihirli fırsat. En büyüğünün en kiçik arasındaki fərqi hesablayın deyir. Yox. Deyir ki, sizə massiv verilib, massivin 3 elementli bir alt ardıcılığını seçeceksiniz. O ardıcılığı əmin ardıcının ədəd ortasına əvəz edəcəksiniz və massivin max və minimum arasındakı fərqi mümkün qədər azaltmanız lazımdır. Məsələn, burada 4'dür. Burada nəyi tətbiq edəcəyik məsələn? Yaxşı olar. Yəni biz deyəm maraqlı dəqiqə. Minimumu böyütməli, maksimumu kiçiltməliyik. Bütün massivə tətbiq edəcək əslində. Yox, 3 uzunluğu belə. Bütün massivə tətbiq edəcək, cavab 0 olar məntiqə. 3 uzunluqluya tətbiq edəcəyik. Əslində məncə biz bunu hesablaya bilərik. Nətər? Elə bil necə hesablayarıq ki, minimum nədir? Brute force kimi. Hər bir indeksə baxırıq. Deyir ki, məsələn bu üçlüyü seçdim. Bu üçlüydə hamını bu üçlüyün ədəd ortasına əvəz edəcəyik və yerdə qalan sizən yəni minimum maksimum update olacaq sadəcə. Yerdə qalan hissəyə baxırıq. Buradakı minimumdan bu ədəd ortanın minimumu və buradakı maksimumdan bu ədəd ortanın maksimumu seçirik. Proses yoxlayırıq. Yəni, sual bundan ibarətdir. Proses double-la işləməliyik. Amma ədədlər yəni n falan LL, NK bunlar LL olmalıdır. NK double götürək, bu problem olmasın. Double AM plus 5 prefix götürək. AM plus 5 press 0'dır for int
i bərabərdir 1, x bərabərdir i plus plus, sin i pre i bərabərdir pre i minus 1 plus i. İndi bir də elə double minimum götürək. Mn bərabərdir. Nə olsun? Minimumu başa təyin eləsək daha yaxşı olurdu. Yəni, minimum ən uzağı nə qədər olacaq hər halda? Massivin maksimum elementi qədər olacaq da. Minimum bərabərdir. Götürək. If i bərabərdirsə 1, mn bərabərdir i. Else mn bərabərdir max mn i. Yəni massivin maksimum elementinə bərabər edirəm minimumu. Sonra for deyirəm int i bərabərdir 1-dən. 1-də başlayıram. X bərabərdir nk plus 1. Ən uzaq nk plus 1-də başlayacağım. I plus plus. Nə yoxlayıram? Prefiksim var. Aha. Bir də minimumda olsa həm də yaxşı olardı. Maraqlı. Minimum üçün nə edə bilərik ki? Yəni yerdə o hissənin minimum və maksimumunu istəyirəm. Yerdə o hissə qaldı. Əslində bizə saf fix minimum və saf fix maksimum lazımdır, eləmi? Yəni segmentiri qurardım, amma məndə bu daha məntiqlidir bu dəqiqə. Həm də mənim vaxtım yoxdur, çox da tez etməliyəm. Saf fix minimum və saf fix maksimum saxlayacağıq. Burada saf mn n plus 5 və saf mx n plus 5. Aha. Saf mn n plus 1 nə olsun? Infinity'ye artık. Yəni 1'ye 9 plus 7. Saf max n plus 1 bərabər olsun. Negatif 1'ye 9 minus 7 olsun. Deyirəm ki for massiv burada alırıq. For int i bərabərdir. N i bərabərdir 1 i minus minus. Saf minimum i bərabərdir minimum. Saf minimum i plus 1 a i. Saf maksimum i üçün də eyni məsələ. Maksimum of saf max i plus 1 və i. Bunu götürdük. Saf fix'in maksimum və minimum tapırıq. Aha. İndi bu neyinir? Plus 1 ve prefix üçün eynicisi lazımdır, değil mi? Yani bir aralık düzəldiriksə bunun prefix versiyası da lazımdır. Premax ve prem de lazımdır. Segmentleri kursa daha rahatıydı. Hey. Pre minimum n plus 5. Pre maksimum n plus 5. Pre mn 0 bərabərdir 1'ye 9 plus 7. Pre mx 0 bərabərdir negatif 1'ye 9 minus 7. Aha, burada problem görənmirəm. Aha, bu prefixi burada update edebiliriz. Pre mn i bərabərdir minimum. Pre mn i minus 1 və i. Pre mx i bərabərdir maksimum of pre mx i minus 1 və i. Pre mx pre mn də belə hesabladıq. Gözəl. Tamam. Peki bu ədədlər nasıl problem yarar mı? Məncə 1'ye 9 infinity kimi bunları çəkmə məncə okeydir. Mən 1'e 17 eləyək. Mən ürəyim rahat olmuş. 1'e 17 eləyək. Yəni heç cür bu fərq düzəlməsində. Aha. İndi nə edirik? Məsələn biz bir aralıqdayıq. Yəni məsələn bundan silək. Məsələn A1, A2, A3, A4, A5, A6, A7. Məsələn. Bizə K-nı 3 verib də. Məsələn, biz bu dəqiqə bu aralıqda olaq. 3, 4, 5. Bizə nə lazımdır? Biz bu aralığı nəyə çevirəcəyimizi bilirik.
Deyir ki, double min, yani min bərabərdir. Prefix i plus k çıx 1, yəni i'ninci indeksdən başlayıram, k'dan götürürəm, ən axırda i plus k çıx 1 olur da. Çıxılsın prefix i minus 1. Bölünsün say, yəni k. Yəni mini hesabladıq. Yəni biz bu hissəni minə çevirdik. Ədəd çevirdik. Daha sonra biz ümumi massivin, buranı tam çevirsək, ümumi massivin minimumunu və ümumi massivin maksimumunu tapmalıyıq. Bir dənə yox, sorry. Double mn1 bərabərdir nəyə? Minimum of. Ya hazırdakı minimizdir minimum, ya bu bizdən əvvəlin minimum, əvvəlki hissənin minimumudur. Yəni pre-minimum i çıx 1. Ya da biz bunu həmçinin minimumlamalıyıq. Bizdən sonraki hissənin minimumu. Yəni saf minimum i plus k. Yəni i plus k minus 1. Şimdi dedik i plus k'dan o yana olan minimum bizə maraqlıdır. Minimum beri hesablayırıq. Maksimumu da eyni şəkildə mx1 götürək, bərabərdir maksimum of. Ya min, ya pre-mx i minus 1 və max 1 bərabərdir max of min, yox, max 1 saf max i plus k. Bizim fərqimiz nədir? Bir də answer götürək. Biz minimum götürmüşdür deyəsən. Aha, minimum. Bizim cavabımız nədir? Bəs minimum bərabərdir minimum of. Biz bu əməliyyatı eləmək zorundamıyıq. Əməliyyatı eləmək məncə həmişə sərf edir deyə eləsək dayaq. Çünki hər ehtimalda ən böyük sildirsidə müəyyən miqdar. Yəni bu əməliyyat eləmək həmişə sərf edir. Minimum və mx1 çıx mn1. Cout mn. Görək necə işləyir. Copy 1.3 verməkdir. Verir. Copy 3.0 verməlidir. Verir. Okay. Nə qədərsə dəqiq işləmir ki. Set precision. Set precision 5 olsun hətta. Fixed. Belə. Sehirli fırsat kontrolü. Baxaq. Bu 10 testdir. Möhtəşəm. Acaba problem nədir? Maraqlıdır. Wrong answer on test 4. Nə gözəl. Bəlkə bu 5 problemdirmi? Bir də onu da yoxlayaq. İnanmıram problem olsun. Yenə də. Problem başka bir şeydi burada. Evet, tamam. Biz ne edirik? Bu infinity koymuş ya buralar. Bunlar problem olabilir mi acaba? Aslında niye ki? Yani onsuz da gələcək premium 1'i belə hesablayacaq. Yəni premium site olmayacaq. Yəni məncə bunlarda problem yoxdur. MNI maksimum. Aha, minimum MNI, yəni bizim resultımızı ən başta nə edirik? Heç vaxt buraya girməməsi kimi ehtimal var mı bəs? Kaç sildiren verilib mi? Kaç sildiren verilib? Yəni həmişə necə girir oraya. Okay. Min hesablayırıq. Bir minimum of min və premium x1. Biz suffix şeyləmirik axı.
Edirik. If-use-k. Suffix düzdürmü? Suffix de düz olmalıdır. Maraqlı. Problem nədir? Define int evaluate. Biz buranın hamısını minə çeviririk, razı. Buranın hamısı minə çeviririk. Bizim bir aralığımız var, 3, 4, 5. i-ni 3 eləmişik, k-da 3'dür. i3 məsələn bu dəqiqə 3-ə baxırıq da. i3 olan halı. i3'dür. 3 olacaqmı? Olacaq. Çünki 7 çıx 3 plus 1-dən kiçikdir. Mini nə hesablayırıq? Prefix i plus k, yəni 3 yəni 3. 6 çıx 1 5. Yəni prefix 5 çıxırsın prefix 2. Buranı çıxırıq. Yəni 3 4 5 verəcək. Böl k-da bizə mini verəcək. Minimum hesablamalıyıq. Minimum bərabərdir. Ya bu mindir. Yəni buranın hamısı minə çevirmişik də. Ya da preminimum i-1. Yəni bu aralığında minimumu. Həmçinin minimumu minimumlamalıyıq buranın minimumuyla. Yəni i6-nın saatını. Mən burada problem görə bilmirəm. Max'ı da eyni şəkildə min və premax'ın i-1-ci max'ıdır və max 1-dən saf max i plus k-nın max'ıdır. Max 1 çıx emin 1 və minimumlamalıyıq. Okey, nə problem var burada? Ya bu loqların kesin nədir? Okey, amma məncə yoxlamağa dəyər. Mesela problem var ama problem görəmirəm. İlk loqların problem olmayacaq. Prosta yoxdur. Yəni. Double long double eləyib də. Double'dır. Define double long double. Bu problem ola bilərmi? Double'ın sərhədlərindən çox da bir şeyim yoxdur. Bəlkə problemdir, bilmirəm. Double işlətmirəm çoxdur. Yox, bu da problem deyil. İstəmirsə baxaq. Yox, bu C yazıldı. C rahat məsələdir. Əslən, bu kod nə işləmir, mənə çatmır. Saf minimum götürmüşəm, saf maksimum götürmüşəm. Preminimum, premaksimum və emin. Mən hüdor yedim mən bu məsələdə. Nətər bazarım? Qəribə. Bu nümunədə düz işləyir də yəni. Burada nə edəcəyik məsələn? 1 tutdu bunu 2 elədi. 2 ilə 5 nəfər götürdü. Bitti. Biz minimumu və ya maksimumu 100% barədə include eləməliyik də, o aydın məsələdir. Çünki include eləməsək, yəni heç nə dəyişmiş olmayacaq da. Minimum və ya maksimum barədə include olunmalıdır. Maksimum. Başlanğıcdakı dəyəri məsələn oynatsak. Başlanğıcda minimumu
massinin minimum ve maksimum arasında şey var. Mesela bir daha şey götürək. Mn1 ve beraberdir 1'e 17 plus 7 mx1 beraberdir menfi 1'e 17 minus 7 mn1 beraberdir minimum mn1 ai mx1 beraberdir maksimum of mx1 ai mn'de rədd edək buradan. Mn'i nə olar götürək? mx1 ise mn'dir. Yani bu da yeni məsələdir ama yenə də. Yəni onsuz da belə bir şey var ki, massivdə həmişə bir əməliyyat eləmək sərf edir bizə. Yəni massivin əgər minimum və maksimum arasındakı fərq 0 deyilsə, massivdə əməliyyat eləmək bizə sərf edir. Ədədləri int olaraq edək. Tam ədəd. Bunlar da tam ədədlərdir yəni. Onsuz da biz double olaraq alırıq ədədlər o heç. Məsələn, maraqlıdır. 5, 2, 3, 0. Yəni, aydın məsələdir. Yaxşı, bəs niyedir? Nə problem var bu kodun? Premium saxlayırıq. Sekiz, 3, menfi 4, menfi 4, menfi 4, menfi 4, 4, 4, 4, 4. Ne olursa olsun 8 olur değil mi? 8, 5, menfi 4, menfi 4, menfi 4, menfi 4, 4, 4, 4, 4. Hepsini yapacağız. Şimdi. Baştan bir yazaq. Yəni mən görəmirəm problemi. Baştan bir SRG-nə yazaq. N var, K var. Sin N var, K var. Bir dənə LL A-ını götürək. N plus 5. Bir də LL OK. Yəni double desək də bunları. Yəni gəlin şey götürək. Plus 5 və buraya N plus 5. Bunlar pre-minimum N plus 5. Yəni bunların hamısı şeydir. Buraya mx N plus 5. Saf minimum N plus 5. Saf maksimum N plus 5.
Aha. Double bir de answerımız double'dı. Herhalde bu. For deyirəm, nə bilirəm. Pre sıfırdır. Pre mn sıfır bərabərdir. Infinity təyin edirik artıq. Const 1 int pre max 0 bərabərdir negatif int. Saf minimum n plus 1 bərabərdir int. Saf maksimum n plus 1 bərabərdir negatif int. For deyirəm int i bərabərdir 1 i c bərabərdir n i plus plus sin a i bir də şeydə götürək də. Bayaq kimi mn 1 bərabərdir negatif int. Hətta yox pozitif int. mx-1 bərabərdir negatif int. ai n1 bərabərdir minimum mn1 ai mx-1 bərabərdir maksimum mx-1 ilə ai pre i bərabərdir pre i minus 1 plus ai pre minimum və pre maksimum update edək. Pre mn i bərabərdir minimum pre mn i minus 1 və ai pre mx i bərabərdir maksimum pre mx i minus 1 və ai. Bunları update etməliyik. Bir də for int i bərabərdir n i böyük bərabərdir 1 i minus suffix saf minimum i bərabərdir minimum saf minimum i plus 1 və ai saf maksimum i bərabərdir maksimum of saf maksimum i plus 1 və ai. Biz mn'i başlanğıcda götürürük max bir çıx mn'in bir yəni masivin maksimum və minimum arasındakı fərq götürürük. Buna da bir cavab almayacaq. Int i bərabərdir 1 i c bərabərdir n çıx k plus 1 ən burada başlaya bilərik plus plus. Nə deyirəm? Deyirəm ki, biz double min götürürük. Nədir? Prefix. Hətta belə deyə bilərik də. L bərabərdir 1, L bərabərdir K. While prosta R c bərabərdir N. Deyirik ki, double min bərabərdir pre R çıxılsın pre L minus 1 bölünsün K. Aha, indi bütün minimum və maksimum söhbətlərini hesablamamız lazım. Bir double mn1 götürürəm. Bərabərdir minimum of ya mindir bunun minimumu ya preminimum i minus l minus 1 ya da saf minimum l plus 1. Ya burada minimum yazacağız çünkü minimum burada element kabul edilmiş. Okey de bu. Double mx1 götüreyim. Maksimum of ya mindir ya max ya da max pre mx l minus 1 saf mx l plus 1. Mn de bərabərdir minimum of mn ya da mx1 çıxılsın mn1. Cout mn set precision 5 fixed mn n. Ne gibi problem var?
Niye hesaplanmış? R plus plus, sorry. R minus plus. Bir nokta maraqlı. Yani bir üç aralığının mini. Sırası götürmüşüm. Ha. Eşitdə düz. Bu aralığının mini. Yaxşı, buranın mini nədir? Siyahut elə eləyək. Bir üç aralığındayıq. Bizim pre leftimiz 2'dir, pre rightimiz 6'dır. 6 çıxılsın, yəni pre l minus 1 versin. 6 çıx 0 bölünsün 3. Mini double olarak hesablamalısın axı sən. Hə, bu int bölü, hə, okey, onda biz bunu double olarak götürək. Problem ola bilərmi? Bəlkə də. Sorry. Deyək ki, bunu double olarak götür də. İndi işləyir. Şu kəsdi deyəsən. Ben kod fikirləşirəm ki, o double-da haradasa int double nəsə problem olmuşdu. Yəni fikirləşirəm ki, elə problem oldu. Nəysə, C-də getdi şükür. Keçsən. Kesin oxuyur. Deməsəniz, kitabxana. Şükür. Nereye etdiniz? Maraqlıdır. Bir sözdən o biləmi? Suya bilərik.
İndi deyir ki, bizə bir uzunluq və yəni neçə dənə söz var şapkada. Bizim bir şapkalarımız var. İçində n dənə söz var. Kamera düşürəmmi? Hə, biraz belə deyək. Bizim bir şapkalarımız var. İçində n dənə söz var. Biz bu n dənə sözün bu sözdən başlayırıq. Tom sözdən başlayırıq da məsələn. Hər addımda bu sözün ixtiyari bir yerinə, başına, ortasında bir yerə və ya sonuna bir iqtidar bir hərf əlavə edirik və şapkadakı növbəti bir sözə çatmağa çalışırıq. İndi bizə deyir ki, biz bu tomdan başlayaraq ən uzağı kimə çatarıq? Tomdan başlayıb çatacağımız ən uzağı arkadaş. Bunu DP çəkmişdim, amma BFS yazacağım. Böyük ehtimalla yəni sözləri not kimi fikirləşəcəyik və bu söz bu notdan onu tutmaq lazımdır. Biraz kodu pis olacaq, uzun olacaq. Min vur min 1Y6 8Y7 logun da minini qatsaq 8Y7 məncə keçərəm. Məncə okeydir. Keçməsə int long var. Onu bağlayarıq. Ya da define int long edək birbaşa. Elə yox yəni. Define element. Tamam, bu getdi. Yəni simple BFS-dir. Bir notdan ən uzaqdakı nodu istəyir. Nə verilib? Element stringes SNS string S into space for int i bərabərdir i++ stringləri input alırıq və indi nə etməliyik? Stringləri əslində map ehtiyac yoxdur məncə. Bunlar hər bir fərqli stringlərdirmi? Məncə önəmi yoxdur. Fərqli string olmaları. Önəmi yoxdur. Eğer bir iki string arasında nə vaxt, iki dənə vertex arasında nə vaxt edge qoyulur. Bundan buna direct edge qoyulur sözdə. Bundan buna bir addama getmək olur. Budur sonrası. Yəni yenə const size götürək, bir dəfə 1'i 3+100 olsun. Min verilir vektor v6 distance 6 bu. Void bfs for int i bərabərdir c bərabərdir i++ c bir size edək. This i bərabərdir infinite. This u bərabərdir 0. Q nokta push u while u nokta empty Q nokta empty not bərabərdir Q nokta front Q nokta pop for auto to gəlsin v not if deyirəm this two böyükdürsə this not plus 1'dən this two bərabərdir this not plus 1 Q nokta push not 2'dan olsun. Kod budur. En sonunda sana bildiğim sözlerin maksimum distansını tapacaq. Bir dənə deməli nə qaldı? Bunu qurmaq qaldı. Okay. For int i bərabərdir 1 c bərabərdir n i++ for int j bərabərdir 1 c bərabərdir n j++. Bundan buna getmək olurmu? Sual budur. Deyirəm ki if si absolute si nokta size bir şey değil işte. Size 1 bərabərdir si nokta size
sh2 bərabərdir sj.size. Yəni size'dan arasında fərq olmalı. i-dən j-yə gedəcəm deyə if sh2 çıx sh1 bərabərdirsə 1. Ancaq mən bu zaman 1-dən j edə bilərəm. İlk uyğun gəlmədikləri indeksə baxacağım. For int k bərabərdir 0, k kiçikdir elə indirək kiçikdir si.size i++. Baxıram ki, if si bərabərsə sj bərabər deyilsə sj daha doğrusu count yoxsa bir dənə olmalıdır. Count plus plus. Hadi count heç ehtiyac yoxdur. Bir də indekslə bax bəsdir. İlk indekslə bax bərabər deyil. Yəni indi indeksdə problem var, break. If deyirəm indeks mənfi 1 isə deməli sadəcə yaxın element əlavə edirəm. Və i.pushback deməli axırında deməli hanısında problem çıxıb. For int yəni indi də nə edirəm? Ml ok bərabərdir 0. Int k bərabərdir int plus 1. Yerdə qalan səs bərabər olmalıdır. K kiçikdir si.size k plus plus. If si bərabər olmalıdır. Bu arada bu si'nin kalıntısıdır. Yani fikirlerdim. Si'nin kalıntısı sj'nin k plus 1'insine beraber olmalı. Ok beraberdir bir break. Yani beraber değilse önce bunu elemeyeceğim. Eğer her saat beraber olmama hali olmayıpsa if ok beraberse 0 ve i nokta pushback j. Okay. Bir de şey götürməliyik. Bu if ss'yi bərabərdirsə bu bərabərdir. Burada bir fs atırıq oradan. Bir de mx bərabərdir 0. For int i bərabərdir 1, x i bərabərdir n, i plus plus. If this i non bərabərdirsə infinity, equal max mx this i. Cout mx. Düz burada SK SK. Hayda. Biz ne diye? Bu SC değil ah. Hayda. Ben öz başıma karıştırdım he. Burası kadro. SS de burada. Bir de burada SC.size, SC.size. Problem ne? Niye? SS'in daha biz yani set olarak SS yani bunların SS'ini saklandı. S bu. Input olarak 0. Ne güzel. Yani o da düzenli.
This i bölgüsü max'dan. This i s1 beraberdir. SSI. Okay. Deyirik ki, size 2 çıx size 1 bərabər olmalıdır. 1-ə razı. Mənfi 1-dir. 0-dan SSI nöqtə size-ə qədər gedirəm. i++ nə idi burada? İşləyir. Kitabxana kontrol. Düz çıxarmı? İnşallah düz çıxar. Hadi. Hadi ya. Ön qansıran testi nə güzel. Plus 7 Mahmud. Hadi. F-i yox deyirəm. Ümid user, GM monkey, maraqlı. İsmail mənfi çarp. Ön qansır. Burada problem yoxdur. Bəs sual şərt nədir? Ən uzun sözü səhv edin. Ən uzun sözün fərqi var mı bəs? Tam ola bilər ki, burada olmasın. Oxumağa Tomdan başlayacağız, amma bəlkə Tom yoxdur heç. Ne bir hal yoxdur. Bunun sayıcı fərq 1 olmalıdır. K0-dan K7 i-nin sayısına qədər K++, bunun kansına bərabər olmalıdır. Deyilsə, yəni deyirəm ki, i deyil axı bu k-dır. Ay Allah. Bu nətər bu nümunə düz işləyir, mənə çatmış. Nə ilə düz işləyirsən, yəni sən? Maraqlıdır, yəni okey, orada çaşma okeydir, amma yəni nümunədə onun səhv çıxmalıydı axı məncə. Yenə mi? Burada test 9-da çıxdı sən. Mənfi bilsə, break və i-yə geyini atırsan, okey. Yəni, mənfi 1 nə deməkdir? Heç vaxt problem çıxmayıb. Yəni, bu ikisi full bərabər olublar. Bir dənə bunun axırına nəsə əlavə edəmsiniz, okeydir. Ok 0-dır. Deyəm ki, k int plus 1-dən SSI-nin sayısına qədər k plus plus i-nin kancısı j-nin k plus 1-sinə bərabər intdən başlasın. Hadi üzrüm. Mən başımı qaçıb orada. Intdən başlayaraq. Bəlkə burası bərabər deyil. Orada nəzər almadı. O çox kiçik bir case'dir, amma problem yaradabilir. Kestiriyoruz. Yəni ki, iki dənə string arasında qoyursa, məsələn, dediniz ki, bu bir stringdir, bu bir stringdir, kökəsdir. Bununla bu bərabər deyilsə, siz artıq bundan bunu yoxlayırsan, bunu bundan sonrakından birini yoxlamalısınız axı. O problem olub, kökəssiz deyib kodu da yə məsələsi. Mahmud F yazdı, canavar. Kod niyə xoş, bu sual niyə xoşlarına gəlməyib görəsən? Yazan yoxdur sualı hələ ki. Bu sual niyə uşaqların xoşlarına gəlməyib?
Dəqiqimiz sən x'də göz ataq. İsmail deyəni yoxlayır. Mahmud Hüseyin F yazdı, Y'yə baxacaq. Amin abi B'ni yazdı. Yusuf B'ni yazamadı. Y'ni yazdı. Neyin isen Yusuf? Üstemle katılmıştır. Olsun. Y'yə baxaq. Çox vaxtım varmı? Aslında çox vaxtım yoxdur. T2 5'ti. Maraqlı. Sual basically nə deyir? Deyir ki, bizdə T dənə T saniyə boyunca T saniyə dəqiqədə. Dəqiqədə. Biz T dəqiqə boyunca müəyyən bir proses aparacaq. Bizdə n dənə qum saatı var. Hər bir qum saatı A-inci dəqiqədə aktivləşir, dərhal çevrilir və B-yi dəqiqədən sonra təkrar çevrilməlidir. Yəni A-inci dəqiqədə çevrilir, sonra A plus B-yi, sonra A plus 2B-yi adı məsələdə bu dəqiqədə çevrilir və paşa da hər dəqiqədə neçə dənə qum saatını çevirməli olduğunu bilmək istəyir bu sualda. Bunu yazan yoxdur gördüyümüz kimi, yoxlanıldı. Yoxlanıldı, baxaq görək. Sanki. Yəni bu çox aydın məsələsi deyil. Çox böyük ədədə gətirib çıxaracaq. Sanki T-ni, yəni saniyələri burtxortlayaraq gedə bilərik. Yəni bu saniyədə kimləri çevirməli? Maraqlı sual. Bu saniyədə kimləri çevirməliyəm? Maraqlı. Yəni biz bir adama baxıb, bir qum saatına baxıb, bu qum saatına hansı saatlarda çevirəcəyimizi hesablaya bilmərik. Bu ağırdır. Yəni bu çox vaxt alacaq. N bölünsün B-yi gəlir. Alacaq vaxt. Amma biz nə edə bilərik əvəzində? Saniyəyə baxırıq. Bu saniyədə kimləri neçə dənə saat çevrilməlidir? Bir de yani şuradan da başlayalım ki yani bir şey tapaq. Bir qanun uyğunluq falan tapaq. Yazan var mı? Yazan yok. Yoxlanılır ama yazılmış. Mahmud yəqin yazacaq. Biz hələ də baxırıq. İsmail deyilən yəqin time limit yeri. F maraqlı məsələ yapıyoruz. Rahat məsələdir. Burada deyir ki, bizdə bir ağac verilib.
n ölçülü ağacdır. Bunu k dənə eyni ölçülü ağaca bölə bilərikmi, bölə bilmərikmi? Bunu soruşur. Simple subtree algoritminə oxşuyur. Yəni gəldim, mən bu ağacı kəsdimsə bunun yuxarısındakı arkadaşlar mən buranı update eləməyəcəm. Bunu tezəcək məncə. Mən yazıla bilər. Yəni çətin məsələ oxşamadı. Yəni y məsələsi də yəqin bundan daha çətin olmaz. Ses vektör götürür, qrafiki yazıram mən. Evet, sub ss void dfs bu yani buranı eləyək ki, yəni input falan alaq. Senin for en kanı bir de tanımlayaq. MC bərabərdir 1 2 1 i plus plus a b sin a b ve a nokta düşbət b b nokta düşbət k aslında budur. Root var mı? Fərqi var mı? Yoxdur, DFS1. İmtihandayım. Fərqi var əslində. Hardan rutlamağın fərqi var mı? Məsələ odur əslində. Maraqlı. Məncə yox deyə. Bir ucdan başlayırsınız. Bu ucdan yuxarı çıxarsa k dənə olursa buranı götürüb atmalısınız da zaten. Məncə hardan rutlamağın fərqi yox. DFS1. DFS-u D100 götürək. 100 u bərabərdir 1 for auto to gəlsin u hesab u plus plus yəni bu artıq özünün çaptırısındadır. Deyirik ki if used to continue yəni yuxarı çıxma dfs2 bəs deyirik ki if deyirik ki aha. Bunun bir de subtreesinin ölçüsünü hesablayacaq. If sub u exactly bərabərdirsə k-ya onda sub u'nu 0 edirik. Burada problem yoxdur. Else if sub u ciddi böyüdürsə k-dan hesab tali bilməmişəmsə bir ok 0 götürürük. OK bərabərdir 1 edirik. If ok yani bizdən kontrol kesimi yox. No S ya kesin. K digər en bol k'dır bu. If n mod k onları da söz ya şuna burada problem çıxır. Runtime test baxaq. Size az götürmüşəm bəlkə. Size 1'i 5. Məndə 1'i 3.
2 5 eləyək, garanti olsun. Onsuz time problem yoxdur burada. Kes artık. Ayda. Zarafat edirsən. Wrong answer test 33. Şaka gibi ya. Test 33'de wrong answer nedir? Değişmiyor. Wrong answer'ın test 33 şaka mı bu? Birisi bunun bana şaka olduğunu söyleyebilir mi? Wrong answer test 33. Muhteşem. Muhteşem ya. Gerçekten. Harika. Testosteron kanser diye. Kodun problemi harda çıxa bilər? Biz deyirik ki, proto random bir notdan başla. İnt olan problem olar mı? Yox, ehtimal yoxdur int olan problemi. Məncə. Infinity var mı burada? Bu da infinity yoxdur yani. İnt olan problem yox. Yani prostodur yani. Yani bizim mesela bir şeşkeşi bir ağacımız var. Yani mesela şeşkeşi bir ağaç var. Yani ne fark var? Hardan notlamışsınız? Buradan notlasaz. Yani buna bakacaq. Sonra gəlib bunu götürməyə çalışacaq. Problem bakacaq. Sonra buna bakacaq. Buna baxanda ne yaşayacaq? Problem vardı. Yani haranınsa size'ı, yani bunun bütün saytlarına baxdınız, okey. Və size en böyük kanı keçibsə və saytlarında da siz o reduce eləməmisinizsə, bu problemdir. Yəni bundan sonra da reduce eləməyəcəksiniz, elə deyilmi? Bunu belə də yoxlamaq olar. Yəni bunu silək. Sadəcə yoxlamalıyıq ki, if sub 0, sub 1 bərabərdirsə, non bərabərdirsə, söz siyahı no ss. Bir də bunu belə də edə bilərik məncə. No və yes. No? Right? Böyle yes verməliydi məncə. 5-1.
Baxaq. Sərcini 5-dən 1-ə var. 2-yə var. 3-ə var. Ona da 4-ə var. 1-dən notlarız 65-ə. Yəni biz 2 üçlər lazımdır. Burada cavab no değil mi? Nokta zaten. Burada cevap ne? Aslında burada cevap nokta. Ha. Bizde burada ne oluyor? Burada niye ne oluyor? 1, 2, 3, 4. Aha. Prosta birden attız. Getdi 2'ye. Birin sabını artır getdi 2'ye. 2'dən 3'ə, 3'dən 4'ə. Prosta 4'ü öz üçün artırdı. Keçdi 3'ə. 3'ü artır. Lan bunun ne Türkçesi be bu? Otuz testi kesip bu bela. Yani bu kodu bu sabığını saptığıyla yani artırmamışam. 30 testi necə kesip görəsən? Çok maraqlıdır. 30-cu testə kimi çatıb belə. Qəribə. Mümkün. Girmək. 36 kesti o test kesi. Şükür. Yani maraqlıdır yani. Niyə nətər 32 test kesib çox maraqlıdır. Nümunəni bırax 32 dənə test kesib burada. Bunu yazmaya heç ehtiyac yoxdur. Mənim də çox da vaxtım yoxdur. Videonu işləmək falan var. Əslində yəni bu məsələ çox da çətin məsələyə oxşuyur. Yəni F-dən qabağa qoyub, F-dən çətin deyil. Neyse biraz 5-10 dəqiqə baxaq. Yusuf yaz şu beni. Amin abi dostum. Çocuğa çok çətin məsələ deyil axı. Ne var ya məsələyə niyə yazamırsın abi ya? Tamam. Bak biraz bir şey. Yani aslında bu sieve algoritmine çok oxşuyur. Deyin niye? Yani burada 2'nin qatlarını prosta fikirləşincə update edirsiniz. Sonra 4'ün qatlarını update edirsiniz falan. Məncə bunu əslində şey eləsə, yəni application origin, okay. C'de neydi? C niye n-loginə işləyir? Yəni C'in n-loginə işləməsinin səbəbini biz burada tətbiq etsək, məncə sual çıxa bilər. Problem nədir? Bunların
B'lər fərqli olsa sual məncə çox rahatdır. Amma B'lərin məsələn hamısı 2 olsa bu problemdir. Öyle değil mi? Yani sen hamısı eşitse siz bunu en yukarıda bölüşüyor. Yani çok mantıklı bir yol değil. Ve yani en ortaya bölüşüyor. Biraz fikirləşək, görək. Evet, B'lərə görə bir iş görə bilərik. B'lərə görə sort edək. Yaxşı məsələ deyil. Bunlar time limit idilər. Başa düşdüm bu time limit var. İsmail'in qabağında niyə Porsche bayrağı var? Bolqarıstan bayrağı var. Russian qabağında niyə Rus bayrağı var? Rus yaraşmadı. Azərbaycan olaraq məhv edilmiş. Təxminən save'in işləməsinin səbəbini biz burada tətbiq etməliyik. Ki, yəni niyə 4-ə bölünənləri 5-ə bölünənləri falan aplik edirsiniz də. Aha. Yer məsələsinin insanların nə fikirləşdiyini başa düşürəm, yəni kontekst kullanmasını istəyib ilk turdan sonra F-lərin yerini dəyişdirməliyik məncə. Yəni bu məsələni yazarını yazmır. Dediyim kimi, mən fikirləşəm ki, o Steve söhbətinə gələcək bir məsələ. Steve söhbətini görədik. Steve söhbətini niyə? O N-log-ə niyə işləyir o Steve? O da N-log-ə işləyir də. Niyə N-log-ə işləyir? Rin cavabını burada tətbiq etmək məncə olar. Bəlkə də yəni səhv bir fikrim, amma məncə elədir. Yazılmadı diyemezsin. İsmail Akıcı D'ni yazdı. Müzik D'ni de yazdı. Dostum yaz şu B'ni. Siləşməyəsi. Məncə bitirək ki, artıq çox baxmam mənası yoxdur. İnşallah kisəcəm yəni. Sinə gedirəm. Sağ olun. Uğurlar.